3 mol metan və 2 mol X maddəsindən ibarət qaz qarışığının hidrogenə görə sıxlığı 16 olarsa X-in sıxlığını hesablayın deyir. Normal şəraitdə. Ümumiyyətcə, hidrogenə görə nisbi sıxlıq deyəndə maddənin molyar kütləsini bölürük 2-yə. Yəni hidrogenin molyar kütləsini. Əgər bu qaz qarışığıdırsa, bu olur orta molyar kütlə. Biz deməli 3 mol metan var məndə. Bu da bərabər, buradan baxaq hələ 16-dır. Deməli, həmin qaz orta molyar kütləsi eləyəcək 32. Deməli, biz metanla 3 mol metan, yəni 3 vurulsun 16 üstə gəl, 2 vurulsun X bölünsün 5 bərabərdir 32-yə. Buradan da 48 üstə gəl, 2X bərabərdir 160-a. 2X bərabər 112-yə, X də bərabərdir 56-yə. Deməli, həmin maddənin emeri 56 nisbi molekul kütləsi 56-dır. Burada normal şəraitdə sıxlıqda da M bölünsün 22,4 yazırıq biz. Buradan da 56-nı 22,4-ə böləndə bu deyiləcək 2,5. Cavabımız 2,5.